Acık nəyə gözləyir? Bağlış. Bağlış. Doriş hani bağlış? Hı? Ha bağlış. Hani ağırlı kız yemeğiniz de kurtardı. Yemeğiniz de kurtarır. Dorişim gecədən yoxdur. Dünən gecədən yox. Gün orta saat 3'dən yoxdur. Dünəndən narahatam. Heç gəlmədi. Dedim, həmişə gedib gəlirdi. Dedim, bu dəfə bəlkə yenə gəzib gələr, amma gəlmədi. Yenə harasa getdi. Gəlmədi. Heç onun evdən getdiyi yox idi. Görüm. İmkan ver töküm. Buna bax, buna bax. Yemək tökmək istəyirəm, bağlı. Hərəkət yap. Suyun içində düşdü. Ay Allah, ay kız bir imkan ver. Bebelerinin yanına gedirəm. Sen burada yemeğini ye. Ben bebelerinin yanına gedirəm. Elim toz oldu. Ye. Bugün size yaş mama pişirmek fikrim var. Dur görüm. İşte bu vaxtda Doriş qapının ağzında məni gözləyirdin. Tək fikrim qaldı. Onda görən hardadır. Dündən saat 3'dən yoxdu evdə. Belərin yanına. Maması orada yesin. Uş. Allah Allah Allah. Siz yemiş olarsınız ama. Mama sizi yedirtmiş olar. Ay can. Oy Oy Allah, ay Allah, ay Allah. Bu nacine bak. Bunlar hiç seçilmir. Nətər bir-birinə oxşuyurlar. Mən bunlar nətər seçim? Sən mi qız yoxsa budur mu? Sizcə hansı qızdır, hansı oğlandır? Bu qızdır, bu dəqiq qızdır. Başı yekə də mən elə bilirdim bu oğlandır, amma bu qızdır. Ən yekə baş budur. Bu qızdır, bu qız dəqiq bilirəm. Ama uy cecürüm. Hoppala. Kucum alanda da bağırırsınız. Ah, dırnağı ilişti orada. Dayan görüm. İndi bu el ilişti. Bir imkan ver. Dayan bir də yapışıb qalıblar. Yaxşı səni götürürəm. Bunda dırnağı ilişdi. Axırcı götürdü. Ha? Heç neləmirdim ki, bağlış. Yedikməz balanı. Çox bilmiş qız. Gözəl mama. Qorxma, heç neləmirdim. Sadəcə oynadırdım. Şeyin hamısından da güzəlsin. Bebeler görmək istəyənlərə çəkirəm, amma çox da əlim alanda bağlış narahat olur. Get mama bebelərinin yanına. Uş. Hələ tam yeriyə bilmirlər, tam ayaqları. Amma başları əsir hələ. Tam yeriyə bilmirlər. Xoruldamaq vaxtı idi mi bu anne? Yeməyin də burada qalıb. Niyə yemirsən? Ye yeməyin, ye. Ye, qorxma, getməyəcəm bir də, getməyəcəm, get. Ye. Ye. Ya balım, ye. Ya ağıllı qız. Yaxşı, mən gedim, sən ye. Ye, qorxma, fikri balalarındadır, ye. Bugün pişiklərimə yemək hazırladım. Ciyərdən yaş mama pişirdim. Pişirmək qaydasını da uzun olmasın deyə çəkməmişəm. Vloglarımda var, baxa bilərsiniz. Hər yerdə var. İnternetdə, YouTube'da, Instagramda hər növ pişirmə qaydası var. Uzun olmasın deyə, sıxıcı olmasın deyə mən də çəkmədim. Mən belə
kartof əzənlə əzirəm. Blenderdən də keçirdə bilərsiniz. Həm balışın çoxdan idi pişirmirdim. Balışın südünə görə həm də pişiklərimin nə vaxtı yemirdi. Tez-tez pişirmək olmaz deyə. Mən onlara ciyəri də tez-tez verməyə qorxuram. Çünki həkimlər məsləhət görmür. Həm çiğ şəkildə qəti olmaz. Pişmiş halından da tez-tez olmaz. Saat hələ 5-dir. Duruşum da bu yeməyi çox xoşlayıram. O hələ gəlib çıxmayıb. Hələ də yoxdur. Dünən gedəndir. Düz deyəcək pişikdir. Bir balaca ondan narahat oluram ki, yəni erkək pişiklər evdən tez-tez gedir. Amma Doriş qorxaq pişik olduğuna görə mən narahatam. Açığı çox narahatam. İnşallah axşama gələr çıxar.